Salam, hər vaxtınız xeyir. Mən Riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə lisey və gimnaziyalara hazırlaşan 6-cı sinif şagirdləri üçün özümün hazırladığım mövzu sınaq imtahanı 1-in testlərinin izahını təqdim edəcəm. Əvvəlcə istəyirəm ki, PDF-i yavaş-yavaş aşağıya doğru hərəkət elətdirim ki, kimlər ki özləri işləmək istəyirsə videonu saxlayıb həmin PDF-i işləsin. Daha sonra isə mənim izahlarıma belə deyim, baxsın. Hissə aşağıya indirəcəm və aşağıya indirərkən də demək istəyirəm ki, bu belə deyək qaydalarda, yəni ki, bu test tapşırıqlarında biz natural ədədlərə aid testlərdə öz əksini tapıb, nisbətə aid testlər öz əksini tapıb, adi və onluq kəsirlərə aid öz tapşırıqlar öz əksini tapıb. Yaş məsələləri bilirsiniz ki, yaş məsələlərinin elə əsas lazım olan məqamlarından biri də həm riyaziyyat hissəsinə, həm də riyazi məntiq hissəsində öz əksini tapa bilər. Bucaq, yəni iti bucaq, kör bucaq, bunlar əsasən lisey və gimnaziyalara qəbul imtahanı əsasında hazırlanmış test tapşırıqlarıdır. Burada 25 sual öz əksini tapır. Kimlər istəyirsə videonu saxlayıb izahlara baxa bilər. Yuvarlaqlaşdırma mövzusu da imtahanlarda tez-tez rastlaşdığımız mövzulardan biridir. Gəlin artıq baxaq tapşırıqların izahına. Deməli, birinci test tapşırığına baxaq. Deyir, A, B natural ədədləri üçün A bərabərdir 3B. Bilirik ki, bu şəkildə yazılışda burada A-nın qarşısı 1-dir. Yazılmışsa nəsə 1-dir. Və bu zaman A 3-ə, yəni 3K-ya, B isə bu A-nın qarşısındakı 1-ə, yəni biz onu da yanına hər zaman 1K yazacağıq. 1K-ya bərabərdir. Gətirib əkobun yerinə, çünki əkob AB 21-ə bərabərdirsə, A-nın yerinə 3K, B-nin də yerinə 1K yazaramsa, bu bərabərdir 21-ə. Hər tərəfdən K-nı ortaq vuruq kimi çıxartsam, əkob 3, 1 bərabərdir 21-ə. Bilirəm ki, əkob 1 ilə 3 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Yəni, K vurulsun 3, vurulsun 1 bərabərdir 21-ə. Onda buradan da K bərabərdir neçəyə? 7-yə. K 7-dirsə əgər, deməli A olur 21, B olur 7. Bizdən də A ilə B-nin cəmini soruşur, cavab olur 28. Doğru cavab 28. Kimlər ki, doğru yazıb? Əla, afərin. Daha sonra keçək ikinci test tapşırığına. 3 ardıcıl natural ədəd. Bizə ardıcıl natural ədəd dediyi üçün 3 dənə. Birinci, ikinci, üçüncü. Ardıcıl natural ədədlər bir-bir artan ədədlərdir. Birinə n desəm, digəri olur n üstəgəl 1, o biri də olur n üstəgəl 2. 3 ardıcıl natural ədədin cəmi 63-dürsə, toplayanda 3n üstəgəl 3 bərabərdir 63-ə, 3n bərabərdir 60-a, n bərabərdir 20-yə. Deməli, onda birinci ədəd olur 20, ikinci ədəd olur 21, üçüncü ədəd olur 22. Düzdür? Ən kiçiyi ilə ən böyüyünün hasili. 20 ən kiçiyidir, ən böyüyü isə 22-dir. Bu da eləyir nə? 440. Doğru cavab olur 440. 440 yazanlar əla, deməli, artıq bu tip sualları həll eləməkdə çətinlik çəkilmir. Deməli, üçüncü test tapşırığına baxaq. A, B natural ədədləri üçün A vur B üstəgəl 3B bərabər 20 olarsa, A-nın ala biləcəyi qiymətlərin sayını tapın. Bu tip test tapşırıqları lisey və gimnaziyalarda qəbul imtahanlarında çox öz əksini tapır. Burada biz B-ni ortaq vuruq kimi çıxartsaq, mötərizə xaricinə, A üstəgəl 3 qalır, bərabərdir 20-yə. İndi artıq biz B ilə A-ya qiymətlər verməyə məcburiyyətindəyik. Məsələn, B ilə A-ya qiymət verməliyəm. Bu zaman, məsələn, tutaq ki, B 1 olsa, bu mötərizə daxilindəki ifadə 20 olmalıdır. Çünki 1-i 20-yə vuranda 20 eləyir. Onda A neçə olar? A olar 17-nin özü. Çünki 17 üstə 3 gələndə 20 eləyər. Mən B-yə 2 qiyməti versəm, əgər tutaq ki, B-yə 2 qiyməti verəndə də, bura 2 yazanda, bura olmalıdır 10. Bura 10 olması üçün A olmalıdır 7. B-yə 3 qiyməti verə bilmərəm, çünki 23-ə bölünmür. B-yə 4 qiyməti verə bilərəm növbəti. 4 qiyməti verəndə də, bura 4 yazanda bu ümumi olmalıdır 5, onda A olur 2. Mən bura 5 qiyməti verə bilərəm, onda bura olmalıdır 4. B-yə 5 qiyməti verəndə də A olur, bura 4 olmalıdırsa A olur 1.
Daha sonra mən B-yə 20 qiyməti versəm belə, B-yə 20 qiyməti, 10 qiyməti versəm belə, lap 10 qiyməti versəm, deyə bura olmalıdır 2. Buranın da 2 olması üçün A mənfi 1 olmalıdır. A da mənfi ədəd ola bilməz axı, A və B natural ədəd olmalıdır. Onda ala biləcəyi qiymətlərin sayını tapın deyir. 1, 2, 3, 4 dənə qiymət ala bilər. Doğru cavab olur 4 dənə. Kim ki yazır 1, 2, 7, 17, sualı deməli tam oxumursunuz. Çünki sualda sizdən sayını tapmağınızı istəyir. Sizə demir ki, hansılardır. Məsələn, bu tip sual, məsələn, təbii ki, açıq sualda belə deyək də, yazsaz 1, 2, 7, 17, belə deyək. Sizə sayı istəsə, elə 1, 2, 7, 17 deyil, cavab 4 olur. Qapalı sual kimi öz əksini tapsa doğru tapa bilərsiniz. Amma ki, kim ki sayını tapmayıb 1, 2, 7, 17 yazıbsa, deməli diqqət eləməlidir. Diqqətsizlik səhvləri öz əksini tapa bilir. X-in hansı ən kiçik natural qiymətində 4-cü sualda? 3x üstə gəl 4 bölün, yəni surətdə, məxrəcdə isə 20-dir. Deyir, bu kəsir düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsir üçün surət məxrəcdən ya böyük olmalıdır, ya da bərabər olmalıdır. Böyük bərabərdir 20-dən. 4-ü keçirsən bu tərəfə, 3x böyük bərabərdir 16-dan. X də böyük bərabərdir 16-nı bölürəm 3-ə. Bu da nə edir? 5 tam 3-də 1. Yəni, x-in hansı ən kiçik qiymətində deyirsə, x-in ən kiçik qiyməti olacaq 6. Çünki belə deyək, 5 tam 3-də 1 artıq 5-i keçib, ona uyğun olaraq ən kiçik qiyməti olacaq nə? 6. Deməli, 4-cü test tapşırığında da doğru cavab olacaq 6. Daha sonra 5-ci test tapşırığı. 5-ci test tapşırığı nisbətə aid tapşırıqlardır. Deyir, cəmi 95-ə bərabər olan x, y, z natural ədədlərinin nisbəti uyğun olaraq 4, 7, 8. Uyğun olaraq o deməkdir ki, birinci x gəldiyi üçün x, y, z. Buna uyğun olaraq x bərabərdir 4k. Bilirik ki, bu tip nisbətlərdə hər zaman k-nı getirib yazırıq. Y bərabərdir 7k. Z də bərabərdir nəyə? 8k-ya. Bunların cəmi 95-dirsə əgər, 4k üstə gəl 7k üstə gəl 8k bərabər neçəyə? 95-ə. Deməli, 11, 19k bərabərdir 95-ə, k bərabərdir 5-ə. K 5-dirsə əgər, deməli bu 20-dir, bu 35-dir, bu isə 40-dır. Düzdür? Bizə nə deyir? Deyir, y z-ə vur. Əgər mən y z-ə vuracamsa, yəni ki, mən 35-i vurmalıyam 40-a. 35-i də 40-a vuranda 1400 eləyir. 1400-ün də üzərinə 20 gələndə eləyir 1420. Doğru cavab olacaq bu test tapşırığında 1420. Daha sonra 6-cı test tapşırığına baxaq. 6-cı test tapşırığında hesablamağımızı istəyir. Əvvəlcə bilirik ki, mötərizənin daxili həll olunur. 8-də 7 kəsirindən 6-da 5 kəsirini çıxıram. Bunu vururam 3-ə, bunu vururam 4-ə. Bu eləyir 24-də 21. Bu isə eləyir 24-də 20. Bir-birindən çıxanda cavab eləyir 24-də 1. Mən 3,24-də 7-ni əgər 24-də 1-ə bölürəmsə, 3,24-də 7-ni düzgün olmayan kəsirə çevirirəm. Bunu da tapmaq üçün 3-ü vururam 27-yə, 24-də üzərinə 7 gəlirəm, olur 24-də 79. Bunu əgər 24-də 1-ə bölürəmsə, bunu vururam 24-də. 24-də ixtisar gedir, cavab qalır 79. Doğru cavab olur 79. Daha sonra 7-ci test tapşırığına baxaq. 7-ci test tapşırığında bizdən müqayisə etməyimizi istəyir. A bərabərdir, deməli 10-da 7, B bərabərdir 34-də 3, C bərabərdir 17-də 3-ə. Deməli, bizdə bu tip tapşırıqları həll etmək üçün hər tərəfi orta məxrəcə getirməliyəm. Orta məxrəcdə ən yaxşı ehtimalla elə 170-ə gələr. Bunu vuraram 17-yə, bunu vuraram 5-ə. Bilirik ki, kəsirləri müqayisə aparmaq istəyirəmsə, ya sürətini, ya da məxrəcini bərabərləşdirməliyəm. Bunu da vuraram 10-a. Bu eləyər 170-də 30. Bu eləyər deməli vuranda 170-də 15. Bu isə eləyər 170-də deməli 9, 4 yadda 119. İndi bizə nə deyir? Deyir ki, artma sırası ilə göstərin. Artma sırası nə deməkdir? Artma sırası o deməkdir ki, azdan, baxın yazıram, azdan, yəni kiçikdən böyüyə doğru, çoxa doğru.
Azdan çoxa, yəni kiçikdən böyüyə. İndi bizə artma sırası ilə deyirsə, ən kiçik hansı olacaq? Ən kiçik B gələcək, daha sonra C gələcək, daha sonra isə A gəlmiş olacaq. Deməli, doğru cavab B, C, A. B, C, A. Doğru cavab B variantı 7-ci test tapşırığında. 8-ci suala baxaq. Deməli, 8-ci sualda nə deyir? 8-ci sualda bizə deyir ki, 0.7-dən hansı ədədi çıxdıqda 7-də 2 alınır. 0.7-dən hansısa bir x ədədini çıxıblar, cavab da eləyib 7-də 2. 0.7 yəni 10-da 7 deməkdir. X-i çıxanda cavab eləyib 7-də 2. X-i tapmaq üçün nə edirəm? 10-da 7-dən çıxıram 7-də 2-ni. Bunu vururam hər tərəfini 7-yə, bunun hər tərəfini vururam 10-a. Onda x bərabərdir 70-də 49 çıx 20. Yəni 70-də 29. Düzdür? Bizə də x lazımdır. X deməli 70-də 29-a bərabərdir. Doğru cavab 70-də 29 olacaq. Daha sonra baxaq 9-cu test tapşırığına. Daha sonra deməli 9-cu test tapşırığında deyir fərqi 48 olan iki natural ədədin nisbəti 7-3-dür. Biz də demişik ki, onda deməli biri 7K-dır, biri də 3K-dır. Çünki belə nisbət olanda yanlarına K yazıram. 7K-dan 3K-nı çıxanda cavab 48 eləyirsə, 7K-dan 3K çıxanda 4K bərabərdir 48-ə, K bərabərdir 12-yə. Bu iki ədədi hasilini istəyir. 7K bərabərdir 84-ə, 3K bərabərdir 36-ya. Bizdən 84-dən 36-nın hasilini istəyir. Kim ki bu hasili tapmayıb, ədədləri tapıbsa, deməli o sualı yenə də tam oxumamısınız. Çünki bu hadisə baş verə bilir. Ona görə sualı yəni tam oxuyun. Əgər məsələn bu qapalı sual olsaydı 84-lə 36 tapan şagird məsələn birinci 84 tapsa, cavablarda 84 olsaydı, elə 84-ü tez götürə bilərdiniz. Amma çalışın sualı tam aydın şəkildə oxuyun. Bu da elədi 3024. Doğru cavab oldu 3024. Daha sonra bu tip, yəni 10-cu tip test tapşırığını həll etmək üçün birinci ya surəti kənarda hesablayacaqsınız. Daha sonra keçəcəksiniz, belə deyək, məxrəci hesablayacaqsınız. Daha sonra isə kəsr xətti, yəni nisbəti tapacaqsınız. Məsələn, birinci 40 böl 25. Mən bunu kəsr kimi yazıram. 40 böl 25. 5-i ixtisar aparanda 5-də 8. Aha. Daha sonra 1,8-i 3,6-ya böləndə də hər tərəf 1,8 ixtisar gedəndə 2-də 1 eləyir. 5-də 8-in üzərinə 2-də 1 gəlməkdir, o deməkdir. Bunun hər tərəfini 2-yə, bunun hər tərəfini 5-ə vururam. Bu da nə eləyir? 10-da 16, üstə gəl 5. Cavab nə eləyir? 10-da 21. Yəni 2,1. Düzdür? Vergül. Daha sonra 1,4-də 3-ü çıxıram. 1,4-də 3 çıxanda 4-də 4-dən sanki 4-də 3-ü çıxıram. Bu da nə eləyir? 4-də 1-in özünə eləyir. Düzdür? İndi mən 2,1-i, bu kəsr xətti nə deməkdir? Yekun kəsr xətti böl deməkdir. Bölsəm 4-də 1-ə, birinci kəsr olduğu kimi qalanda ikinci kəsr tərsinə çevrilir. 4-də 1 də tərsinə çevrilib olur 4. Bunu da bir-birinə vuranda cavab eləyir 8,4. Yəni A variantı. Daha sonra deməli 10-cu test tapşırığında doğru cavab oldu A variantı. Daha sonra 11-ci test tapşırığına baxaq. Həyətdə keçi, qoyun və inəklərin sayları nisbəti uyğun olaraq 5, 6, 7 nisbəti kimidir. Deməli onda biri 5K-dır. Yəni burada birinci keçi deyirsə, deməli keçi 5K-dır. Qoyunlar 6K-dır. İnəklərin sayı isə 7K-dır. Bizə deyir, həyətdə 30 dənə qoyun var. 30 dənə qoyun varsa, yəni 6K bərabərdirsə, əgər 30-a, K olur 5. Deməli, onda bu 30-dursa, bu 25-dir. Bu isə 35-dir. Bizə deyir ki, inəklərin sayı, keçilərin sayından neçə vahid çoxdur? İnəklər 35-dir, keçilər 25-dir. Bir-birindən çıxanda cavab eləyir 10. Deməli, 10 vahid çoxdur. Doğru cavab olacaq 10. Deməli, 11-də də doğru cavab olacaq 10. Daha sonra 12-ci sual. 12-ci sualda 4,8 bərabərdir. X üstə gəlsin, x bölünsün 5. Bilirik ki, bunun məxrəci 1-dir. Mən bunları toplamaq istəsəm, hər tərəfin məxrəcini bərabərləşdirəcəm. 4,8 bərabərdir 5x böl 5 üstə gəl x böl 5. Yəni, bu nə eləyir? 6x böl 5. 6x'i də 5-ə böləndə cavab eləyir 1,2x.
Yəni 4,8 bərabərdir 1,2x-a. Onda x bərabərdir elə 4-ün özünə. Doğru cavab olacaq 4. Daha sonra 13-cü test tapşırığı. Sürət və məxrəci natural ədədlər olan bir kəsrin qiyməti 3/1-dir. Bu kəsrin sürət və məxrəclərinin cəmi aşağıdakılardan hansı ola bilməz? Tutaq ki, sürəti x-dır, məxrəci y-dir. Bu kəsrin sürət və məxrəcinin belə deyək də qiyməti 3/1-dirsə, deməli sürət 1k-dır, məxrəc 3k-dır. Düzdür? 1k-dır. Çünki burada ixtisar ola bilərdi. Məsələn 6-da 2 ola bilər. Daha sonra 9-da 3 ola bilər. İxtisar gedib 3/1 ola bilər. Y-də onda 3k-dır. Bizə deyir ki, bu surət və məxrəcin cəmi aşağıdakılardan hansı ola bilməz? Bunun cəmi 1k-nın 3k 4k edir. Yəni ki, aşağıdakı ədədlərdən hansı 4-ə bölünürsə, o ola bilər. Bölünməyən ola bilməz. 8 bölünür, 12 bölünür, 16 bölünür, 20 bölünür. Bir dənə bölünməyən B variantıdır. Deməli, doğru cavab 13-də olacaq B variantı. Daha sonra 14-cü test tapşırığına baxaq. 300 kiloqramların əvvəlcə 6-da 1-i. 300-ün 6-da 1-i eləyir 50. 50-sini yəni satdı. Qalan nədir? 300-dən 50-si satılıbsa 250-si qalıb. Onun da 5-də 4-ünü satıb. 5-də 4-ünü satıbsa əgər, eləyir 200-ü də satıb. 250 qalmışdı. 200-ü də satdı. Deməli 50-si qaldı. Doğru cavab olur 14-də A variantı. 15-ci test tapşırığı. Bacı və qardaşın yaşları cəmi 12-dir. Bacı ilə qardaşın yaşları cəmi 12-dir. 3 il sonra onların yaşları cəmi neçə olacaq? 3 il sonra onların yaşları cəmi bacıda 3 yaşının üzərinə gələcək. Qardaşın da yaşının üzərinə 3 gəlinəcək. Yəni, ümumi nəticə 6 vahid artacaq olacaq 18. Tutaq ki, hal-hazırda bacının 9 yaşı var, qardaşının da 3 yaşı var. 3 il sonra bacının olacaq 12, qardaşının olacaq 6. Bunların yaşlarının cəmi olacaq 18. Doğru cavab olacaq B variantı. Daha sonra 16-cı test tapşırığına baxaq. Deyir, A bölünsün 12 bərabərdir 4-də 3. Bu çarpaz vursam əgər. Burada deməli 36 bərabərdir 4A-ya. A da bərabərdir 9-a. A 9-dursa burada çarpaz vuranda da deməli olur 2B bərabərdir 28-ə. B bərabərdir 14-ə. Daha sonra A ilə B-ni toplayıram. 9 ilə 14-ü toplayıram. Cavab eləyir nə? 23. Doğru cavab olur A variantı. Daha sonra deməli 16-cı test tapşırığında doğru cavab A variantıdır. 17-ci test tapşırığı. 2A üstəgəl 10 dərəcəli bucağın iti bucaq olması üçün A-nın ala biləcəyi ən böyük qiymət, natural qiymət neçə olar? Əgər bu iti bucaqdırsa, iti bucaq nədir biz bilirik ki, iti bucaq o zaman iti bucaq olması üçün bu 0 dərəcədən böyük, 90 dərəcədən kiçik olmalıdır. Düzdür? Onda belə deyək də 0-dan böyük 90-dan kiçikdirsə, əsasən bizə lazımdır ki, 90 dərəcədən kiçik olsun. Onda bu zaman 2A kiçikdir. Hər tərəfdən 10-u çıxsam, mənfi 10-dan 80 eləyir. Hər tərəfdə 2-yə bölsəm, deməli A mənfi 5-lə deməli 40 aralığında yerləşir. Bildik ki, mənfi ədədlər ola bilməz. Çünki bucaq necə mənfi olsun? Deməli A-nın ala biləcəyi ən böyük natural qiymət 39 olacaq. Doğru cavab olacaq 17-ci test tapşırığında 39. Daha sonra 18-ci test tapşırığına baxaq. 18-ci test tapşırığında deyir perimetri 16,6-da 1 olan düzbucaqlının eni 2,12-də 1-dir. Bu düzbucaqlının uzunluğu neçə metrdir? Deməli, n 2,12-də 1-dir, uzunluq da x-dir. Bunlar bilirik ki, perimetri tapmaq üçün bunları toplayıram. Yəni 2,12-də 1 ilə x-i toplayıram. Vururam 2-yə. Bərabər olur 16,6-da 1-ə. Yəni 6-da 90, belə deyək, 97-yə. Bunun hər tərəfini 2-yə bölsəm, bu eləyir 12-də 25. Üstə gəlinsin. X bərabərdir 12-də 97. Onda x-i tapmaq üçün nə olur? 12-də 97-dən 12-də 25 çıxılır. Olur 12-də deməli 72. 72-yi də 12-yə böləndə cavab eləyir 6. Yəni Y variantı. Doğru cavab olur Y variantı 18-ci test tapşırığında. Daha sonra 19-cu tapşırığa baxaq. Əbob AB-ni isə istəyir. Bu test tapşırığını həll eləmək üçün bilirik ki, Əkob
Əgər qüvvətlərlə verilərsə ədədlər, əkov qüvvəti böyük olana bərabərdir. Əbobu isə qüvvəti kiçik olana bərabərdir. Bu zaman əbobu istəyirsə bizdən, əbob AB-ni istəyirsə, aralarında qüvvəti kiçik olanı götürürəm. İndi baxıram. 2 üstü 2, bu digər tərəfdə 2 üstü 3-dür. Bunlar arasında qüvvəti kiçik olan 2 üstü 2-dir. Düzdür? Daha sonra 3 üstü 4, 3. Qüvvəti kiçik olan hansıdır? 3-ün özüdür. Bir var 7, bir də var yoxdur da olmayan. Deməli, mən olmayanı götürəcəm. Bir var 5 bunda var, bunda da yoxdur. Olmayanı götürəcəm. Bu zaman 4 vur 3. Hasil eləyəcək 12. Doğru cavab olacaq 12. 20-ci test tapşırığı. A çıx 1 və B üstəgəl 2 qarşılıqlı sadə ədədlərdir. Bu qarşılıqlı sadə ədədlərdə AB hasilini istəyir. Bilirik ki, qarşılıqlı sadə ədədlərdirsə, mütləq şəkildə qarşılıqlı sadə ədədlər ixtisar, belə deyək də, əgər kəsrin sürət və məxrəci qarşılıqlı sadə ədəddirsə, onlar ixtisar getməməlidirlər. Əgər ixtisar getmirlərsə, belə deyək, əgər ixtisar getmirlərsə, 4-ə bölünən ədəd olmalıdırlar da. Yəni ixtisar getməməlidirlər. Hər tərəfi 4-ə bölsək əgər, eləyir 7-də 3. Onda A çıx 1 bərabərdir 3-ə. Çünki ixtisar getməməlidir. Qarşılıqlı sadə ədəd olması üçün ixtisar getməməlidir. İxtisar getməməlidirsə, onda A olmalıdır 4, B olmalıdır, B üstəgəl 2 olmalıdır 7, B də olmalıdır 5. Onda A vur B bərabərdir 4 vur 5, yəni 20-yə. Doğru cavab olacaq C variantı 20-ci test tapşırığında. Daha sonra, deməli, 20-ci test tapşırıq C. Yenə də vurğulamaq istəyirəm. Qarşılıqlı sadə ədədlərin surət və məxrəcləri ixtisar getməməlidirlər. Belə deyək, mütləq şəkildə, yəni biz burada 28-də 12 ixtisar getdiyi üçün 4-ə yazıram 7-də 3. A çıx 1, 3 olur. A olur 4. B üstəgəl 2, 7 olur. B olur 5. Deməli, AB hasili 4 vur 5 bərabər olur 20-yə. Daha sonra 21-ci test tapşırığında x-in hansı natural qiymətlərində x bölünsün 10 kəsri düzgün, x bölünsün 7 kəsri isə düzgün olmayandır. Düzgün kəsri olması üçün x 10-dan kiçik olmalıdır. Düzgün olmayan olması üçün x 10-dan 7-dən böyük olmalıdır. Onda x ola bilər 8, 9, belə deyək də 8, 9, bir də bərabər də ola bilərdi düzgün olmaması üçün. Yəni, həm belə deyək, surəti məxrəcindən böyük olmalıdır, həm də bərabər olmalıdır. Onda 7, 8, 9. Yəni 21-də doğru cavab olacaq D variantı. 22-ci test tapşırığı. Bu tip sualları həll eləmək üçün bizdən x-in qiymətini istəyirsə əgər, bilirəm ki, əbob AB-ni əkob AB-yə vuran zaman, deməli, nə eləyir? A vurulsun B eləyir. Düzdür? Bu zaman mən bu qaydadan istifadə edərək. İkisində də x 48, x 48-dir. Onda götürürəm əbob x 48-i, vururam əkob x 48-ə. Deməli, bu da bərabərdir. Əbob x 48 vur əkob x 48-dirsə, deməli 16 vur 240. Düzdür? Amma normalda biz bilirik ki, əbob AB vur əkob AB elə x vur 48-in hasilinə bərabər olmalıydı. Yəni 16 vur 240. Bu zamanda x-i tapmaq üçün 16-nı vururam 240-a, bölürəm 48-ə. İxtisar gedir burada 3, burada böləndə cavab edir 80. Deməli, x-in qiyməti olacaq 80. Doğru cavab olacaq 80. 23. Deməli, 23-cü test tapşırığı. 23-də deyir ki, fikirlərdən neçəsi doğrudur? Deyir, onluq say sistemində 9 dənə rəqəm var. Xeyr, onluq say sistemində 10 dənə rəqəm var. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 dənə rəqəm var. Bu fikir yanlışdır. Bölən 7 ola bilərsə, alına biləcək qalıqların cəmi. Bu zamanda düsturumuz var. N vurulsun, N çıx 1, böl 2 düsturuna əsasən. Bölən 7 olarsa, alına biləcək qalıqlar 7-dən kiçiklər ədədlərdir. Onda 7 vur 6 böl 2, cavab edir 21. Bu doğru fikirdir. Doğrudur. Bölən 7 olarsa, alına biləcək qalıqların cəmi 21-dir. Daha sonra,
Əkob AB-ni Əbob AB-yə böləndə AB hasili eləmir. AB hasili vuranda eləyir. Bu S eləyir. Ortaq olmayan sadə vuruqların hasili. Bu fikir yanlışdır. 120 ədədinin müxtəlif sadə vuruqlarının sayı 3-dür. Gəlin 120 sadə ədədlərə ayıraq. 2-yə bölünür 60, 2-yə bölünür 30, 2-yə bölünür 15, 3-ə bölünür 5, 5-ə bölünür 1. Müxtəlif sadə vuruqlar deyilirsə 1, 2, 3 dənədir. Doğrudur. A və B qarşılıqlı sadə ədədlər olarsa, Əkob AB xeyr, Əkob AB A vur B-yə, Əbob AB isə 1-ə bərabərdir. Bu fikir yanlışdır. Deyir, fikirlərdən neçəsi doğrudur? Fikirlərdən, deməli, ikisi doğrudur. Yəni B variantı. Daha sonra B variantı. 24-cü suala baxaq. M və N tək ədədlər olarsa, ifadələrin hansının qiyməti cütdür? M və N tək ədəddirsə, bir dənə tək ədəd qoyaq. M-ə 1 qoyuram, N-ə 3 qoyuram. Bizdə M-i N-ə vuranda cavab edir 3. 3 tək ədəddir. 1-in üstünə 3 gəlirəm, 4. 4 cüt ədəddir. Deməli, bizdən də elə cüt ədəd istəyir. B variantı. Bu tip suallarda yerinə rəqəm qoymamız doğru sayılır. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda 500 alınan ən böyük ədəd və ən kiçik ədədin fərqi neçədir? Yüzlüklərə qədər yuvarlaqlaşdıranda deyəndə 100-ü götürüb bölürsünüz 2-yə. Eləyir 50. Ən böyük və ən kiçik ədədi tapmaq üçün. 500 alınan ən böyük ədədi tapmaq istəyirsinizsə, 500-ün üzərinə 50 gəlirsiniz, ondan da 1 çıxırsınız. Eləyəcək 549. Daha sonra ən kiçik ədədi istəyirsə, 500-dən sadəcə elə 50-ni çıxırsınız, olur 450. Deməli, ən kiçik ədədim 450-dir, ən böyük ədədim 549-dur. 549-dan da 450-ni çıxırsınız, cavab edir 99. Yəni, D variantı. Ən kiçik ədədin fərqi olacaq 99. Deməli, doğru cavab olacaq D variantı. Daha sonra, belə deyək, bugünlük bu qədər, yəni 25 dənə test tapşırığı var idi. 25-nin də izahını sizlərə təqdim elədim. Kimlər ki, bizlə bərabər işləyib, yəni doğru yazdıqları varsa, düzlərinin sayını yorumlarda yaza bilərlər. Əsasən bu test üçün 20-dən çox yazmaq yaxşıdır. Artıq 20-dən az yazanda biraz, belə deyək, problem ondan ibarətdir ki, deməli, müəyyən bir hissədə, əsası Əbob, Əkobu səhv yazırsınızsa, deməli, Əbob və Əkobda müəyyən bir boşluqlarınız var. Kiminlə sualı olarsa, belə deyək, nə tip, belə deyək, sualı varsa suallardan 051 595 1091 nömrəsinin WhatsApp-ına yaza bilərlər. Dərslərimiz haqqında da məlumat əldə etmək istəyənlər 051 595 1091 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Bugünlük bu qədər. İnşallah növbəti izah videolarımızda görüşənə qədər. Sağ olun, salamat qalın.